Xanımlar və cənablar, Death Stranding oyunumuzun 7-ci bölümündə. Xoş gördük sizləri. Yenidən qarşınızdayam. Yenidən Sam Porter Bridge ilə qarşınızdayam. Hansı ki, bizə verilən böyük bir məsuliyyətin altındayıq. İnsanlığı yenidən qurmağa çalışırıq. Amerika dağılıb, yer üzü yaşanılmaz hala gəlib. Biz yer üzündə yenidən nələrisə inşa etməyə çalışırıq və müəyyən kargoları, məsəl üçün dərmanlardır, nə bilim silahlardır, müəyyən insanlığa çatdırırıq, uzaqda olan insanlığa və networku genişləndiririk. Belə düşünün ki, interneti genişləndiririk ərazidə və bütün insanlıqları bir-birinə bağlayırıq. Hal-hazırda da son bölümdə yadınızdadırsa, əgər 6-cı bölümdə sonda yatmışdım, dinlənmişdik, Bibi də dinlənmişdi, motosiketi falan təmir elədim. Və dedim belə bir mənzərə eşiyində açım videonu ki, belə bir gözəl bir yerdən başlayaq videoya və bugünkü yolumuz çox uzundur. Bilmirəm nə gözləyir bizi, amma düşünürəm ki, ən çətin bölümlərdən biri olacaq. Bura gəlməliyik, Liman şəhərinə. Yadınızdadırsa əgər biz buradan başkəndi, yəni buranı, paytaxtı bura ilə əlaqələndirdik. Ondan sonra bura, buradan sonra da bura. Yenidən geri döndük. İndi isə paytaxtla ən uzaq şəhər, Liman şəhərinə əlaqələndirməliyik. Liman düyüm şəhəri gedir adı. Və çox uzatmadan başlayaq. Motosikletimizə minək. Bizim üçün önəmli olan bir ünsürdür bu motosiklet. Yaxşı ki, bizə verildi motosiklet, amma yolumuz çox uzaqdır. Bilmirəm bizi nə gözləyəcək və bir də bizə hematik bombalar verdi. Mama yadınızdadırsa bizim qan örnəyimizi götürmüşdü. Həmən qan örnəyimizlə də bizim üçün hematik bombalar düzəltdi. İndi bilmirəm nə dərəcədə işə yarayır, yoxsa yarayırmı, yaramırmı? Yəni KV-lərlə döyüşlərimizdə o silahları istifadə edəcəyik biz. Bilmirəm necə işə yarayacaq. Yəqin ki, bu bölümdə qarşımıza çıxar, orada bilərik. Biz buradan getməliyik, amma burada dağ var. Dağı aşa bilərikmi bununla? Bura çox yamacıdır. Daha doğrusu dikdir. Bir buradan yoxlayaq da görək keçə bilirik yoxsa yox. Yaxşı ki, bu həqiqətən də motoru bizə verdilər, yoxsa çox çətin olardı bizim üçün, yəni keçmək. Burada kargo var, götürmək istəmirəm, çünki yüküm həddindən artıq çoxdur. Bir də xəritəyə də baxım yenidən, buradan getsəm, buradan çıxsam, belə sağa çıxsam, çıxa bilsəm əgər. Buradan çıxarmı görəsən, mənim özümə də maraqlıdır, heç yoxlamamışam sözün açığı, yəni dediyim kimi çıxmağa çalışır deyəsən. Nəsə çıxmağa çalışırıq. Burada həqiqətən həddindən artıq çətindir motosiklet sürmək. Yəni bu oyunu oynayacaqlara deyim ki, çox çətindir də. Heç tək sevmədiyim bu ola bilər bəlkə də bu oyunda. Yəni çox çətinlik çəkirəm burada bunu sürməyə. Ayda yağış da başladı yağmağa. Deyəsən KV-lər var buralarda. Yoxsa mənimə elə gəldi. Biz buradan çıxdıq çıxmağına. Amma bizim yolumuz indi hara? Bu dağı aşmalıyıq. Bu dağı aşa bilmərik ki biz. Oradan da gedənməliyik. Orada KV-lər olacaq 100%. Yox. Biz ən yaxşısı geriyə dönək. Çünki bu dağa çıxmayacaq o məncə. Hətta yağış da başlayıb. Çünki çox təhlükəlidir yağışın yağmağı əslində. Burada deyirəm də, yəni bunu sürmək biraz yetenek istəyir deyəsən. Biz ən yaxşısı geriyə dönək, dənizin qırağı ilə gedək. Həm də burada çox zaryatka itirəcəyimə elə gəlir. Və bu arada yağış yağdıqca da şey olur. Motosikletimiz paslanır.
Yəni vəziyyəti daha da gərginləşir yağış yağdıqca. Biz bura necə çıxdıq ki, düşəndə indi bu qədər çətinlik çəkirik. Ən yaxşısı dənizin qırağı ilə getməkdir məncə. Qabaqda zaryatka yeri də var. Hətta gedək orada bir dənə zaryatkaya qoyaq. Ondan sonra oradan tərpənək. Gedək. Mən düşünürəm ki, buradan belə gedək. Burada zaryatkaya qoyaq motosiklet. Çünki burada generator var. Sonra buradan da birbaşa bura gedərik. Həqiqətən çox çətin olacaq bu bölüm, mən düşünürəm. Çünki yolun çox uzaqdır və hematik bombaları məncə bizə boşuna vermədilər. Yəni o bombanı istifadə eləmək üçün, çünki bizə də təlimatlandırdı. İndi sizə göstərmədim o yerini. Yəni bizə təlimat verdi ki, o bombanı istifadə elə. Gör ki, yəni nə dərəcədə işə yarayır o bomba. %90 onu istifadə eləməliyik. Aha. Onu zaryatkaya qoyduq. Mən düşünürəm buradan gedək, dənizin qırağına düşək. Oradan da digər tərəfə, açıq yerlə digər tərəfə fırlanaq. Bu da zaryatkaya. Bu generator işini çox sevdim həqiqətən, zaryatkaya qoymağı. Çünki tez zaryatka yığır. Gec zaryatka yığsaydı, yəni başım xarab olardı həqiqətən. Yaxşı ki, tez zaryatka yığır. Burada körpü falan varmı? Bu arada oyun getdikcə mən düşünürəm daha da çətinləşir. Çünki keyfələr falan da artır oyunda, yolda, hər şey artır. Biz buraya niyə gəlmədik ki, dağa daşa vurmuşduq birinci. Buradan daha rahatdır. Hətta bir dəqiqə. Mən bunu necə farsaj verirdim? Hə, belə. Düzdür, belə zaryatka çox içir. Amma olsun, daha sürətli gedir. Qabaqda generator yeri gördüm deyəsən. Zaryatkaya qoymağa deyə orada var. Orada ilə zaryatkaya qoyar. Əla. Bəzən belə yerdə irəliləmək üçün yerlər olur, bəzən olmur. Deyə burada zaryatka yeri var. Əla. Burada ilə zaryatka yığsın. Buradan da gedək. Hətta bir dənə sürət vermək olar. Qabaqda düşmən ərazisi var. Buradan xatırlayırsınızsa keçmişdik. Mən də çox içəri girmək istəmirəm bu sözün açığı. Və onlarla da dalaşmaq istəmirəm. Qırağdan gedəcəm. Çalışdığım qədər. Bunu vura bilərəm hətta burada. Nəysə, özü yıxıldı. Nəysə, mən dalaşmaq istəmirəm. Mən istəyirəm tez gedək çataq. Çünki yol çox uzaqdır. Bu kargoları... Oy. Buradakı kargoları götürə bilərəm əslində. Çünki ora yaxınam əraziyə. Yuxarıda da bir kargomuz var. Onu da götürək. Digər şəhərə çatanda kargonu təhvil verərik. Bibi bizə bir şey bəyəni göndərib. Sağ olsun. Təşəkkür edirəm Bibiyə. Yuxarıda da kargo var idi bayaq, amma nə oldu? Nəysə. Ooo, dayandı. Buradadılar deyəsən. Dedim də bu hematik bombanı bizə boşuna verməyiblər axı. Görmürsən, şey oldu. Mən sürətli gedə bilərəm, hansı ki bunlarla heç uğraşmayaq. Yəni mən onlarla davaya çıxmaq istəmirəm. Yox. Dala ver. Yəni burada dayanma, yəni burada da yox da, yəni. Deyəsən keçdik. Artıq güvəndəsin sən deyir.
Allah, onlarla dalaşmadan keçdiysə əla. Burada da kayıp kargomuz var. Hele qapının ağzını bunu da götürək. Yavaş 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 yavaş. Sen yavaş yavaş yavaş. Tələsmə. Kargonu da götürək. Neyse mini onsuz da çatmışıq. Aşağı düşək. Sonra gəlib bunu zaretkaya qoyarıq təzdən. O motosiklet də ağır gedir. Kargoları təhvil verək üstümüzdəki artıq kargoları. Ondan sonra zaretkaya qoyaq, liman şəhərinə gedək. Ne oldu sen? Bir dakika. Bu ne oldu buna? Deyəsən. Kargo çox ağırdı. Bir dakika, bu yakıtı yere düşürdük. Çünkü daşıya bilmir, hərəkət eləyəmir. Onları sataq, ondan sonra gəlib onu səzdən şeyləyərik. Təhvil verərik. Təslimat yaxud kayıp kargolar təslim et. Neyse buranı keçdik. Döndük. Utandırmıram səni. Utanırsan özün bil, utanmaq istəyirsənsə özün utan. Neyse. Okey. Sağ ol sən də. Yere attığımız kargo hara tulladım ben o kargonu? Aa. Bir dakika mən düşürtdüm axı o kargonu. Bu boyda əziyyət çəkib o kargonu bura gətirmişdim mən. Başı xarabdır bunun. Hara getdi kargo? Yoxsa onda təhvil verdik? Yo, təhvil vermədik yox onu. Neyse gedeyim motosikleti zaryətkaya qoyaq. Zaryətka yıxsın. Buradan deməli düşünək necə gedək. Buradan gedə bilərik. Bura gedib buradan getmək istəmirəm. Çünki burada kraterlər var. Buradan gedə bilərik görəsən. Bu aradan yol var sanki, amma burada apasındır. Dəqiqə, onun üçün necə getməliyik? Buradan keçməliyik. Buradan gedəməyəcəyik yəqin ki. Bir dənə sola baxın. Burada təzə körpü də tikib kimsə. Bir dənə baxım görüm üzüm mənim hansı tərəfədir? Üzüm bu tərəfədir. Buradan kraterin içindən getmək olması yəqin ki ora çox hündürdür o dağ. Amma qabaqçından düşüb sola dönüb gedə bilərik məncə. Burada başka körpü qoyan varsa əgər online oyunculardan bilmək olar. Yoxdur. Buradan məncə elə gedək. Bu oyunu oynayanlar var hələ deyəsən. Çünki baxın körpü tikirlərdi yanmadan. Onlar da missiya həll edir. Buradan keçdi. Bura nədir? Kevlər var burada deyir. Kimsə işarət qoyub. Buradan pləkandır bu yəqin ki. Tırmanma tuzağı. Bura hündürdür onda. Bu kevlərin arasından məcbur keçməliyik. Başqa yolumuz yoxdur. Buradan da gedəmərik. Yəni başqa mən necə keçə bilərəm ora? Mən kargo götürmək istəmirəm. Çünki düşünürəm ki yolda birdən şey olar, keyvə olar və o keyvələrlə mən o qədər yüklə dalaşamayacağam. İndiki yüküm belə onsuz da çoxdur. Düz deyə hematik bombalarım var üstündə. İndi onu yoxlamamışam amma necə olacağını. Amma hər ehtimala qarşı da, yəni ağır yük olanda şey eləmək olmur. Ayda bura mən necə keçəcəm? Dəqiqə mən keyvi olmadan başqa bir yerdən keçə bilərəm. Buradan keçsəm, bəs yəni sağa dönüb keçə bilərəmmi oradan? Burada keyvə var. O dəqiqə uşaq şey oldu. Gördünüz, ekran belə bitər olur. Mən fikirləşirəm ki istəmirəm.
Mən fikirləşirəm ki, keyvlər olmayan bir yöndən gedək, düzdür, çətin olacaq. Bir dəqiqə. Yox, buradan biz keçə bilmərik. Heç keçə bilmərik buradan. Çünki çox çətin olacaq. Yəni daşları gördünüz də yəqin ki orada. Mən o daşlardan necə keçim mən? Nə oldu? Oha. Bir dənə dediyim kimi tək sevmədiyim bu oyunda bu motosikleti sürməkdir. Çünki həddindən artıq çox çətin eləyiblər. Yəni motosiklet belə bir anlığına birdən-birə atlanır, qalxır, düşür, nə bilim, uçur. Məcbur keyvlərlə dalaşmalıyıq. Da yəni başqa bir keyvi işarətli qoyublar. Burada başqa yol da yoxdur. Bu tərəf dağdır, dərədir. Buradan geçsəm, buradan bura çıxa bilərəmmi? Yəni yoxlayaq da. Mən keyvlərin arasına girmək istəmirəm. Bir keçdiyim kimi keçmək istəyirəm sözün açığı. Amma yəni məcbur mən bilən onların arasından keçəcəyik. Gəldilər. Mən buradan necə keçim bu motosikletlə özdə? Yəni buradan keçə... Oy, yaman yerdə gecələdik. Heç olmasa düzlük bir yer qoyun, ondan sonra keyvələr qoyun da, yəni. Hiss etdi. Buradan keçsəm, əslində bir dənə bu dağ deyib, bu dağı aşa bilsəm. Mən deyəsəm, məcbur bəylər dalaşmalıyam oyuna. Yəni başqa bir yol görmürəm, çünki o dağa da çıxamayacam. Hətta mən buradan gərək gəlməzdim, vəbşi çox səhv elədim buradan gəlməyimə. Elə aşağı yolla gedərdim gərək. Məcbur buradan keçməliyik. Başqa yolumuz yoxdur. Yəni oyun buranı göstərir. Yəni keyvi oldu, olmadı. Yəni mən baxdım xəritəyə də. Və gəldilər. Yox. Bırakın məni. Bir dəqiqə. Bizim burada termal bombalarımız hardadır? Bırak. Deyirəm də bu oyun bizi burada yoxlamalı deyə başqa yolu yoxdur. Oy, yıxıldım. Sem, özüve gelsin. Sem. Haydi apardı bizi. Özüve geldi. Kalk. Altın buydu adı. Bir dakika. Bize termal bomba lazım. Ama bunu necə atırıq biz? Bir dəqiqə, bunu necə atıram lan? Qalx da. Mən bu bombanı necə atım?
Çıx. Əla, bir dənə tutuzdu. Gəl bura görüm. Oyda, çox pis yerdə. Gözələdik. Tutmadı. Əla. Tutuzdurduq bir dənə. Sem, qalx Sem. Qalx. Nə oldu? Mən niyə göyə uçdum? Əla. Bir dənə də Sem. Bir dənə də. Qalmadı hematik bomba. Oy, əlim hər şeydəydi. Qalx Sem, qalx. Az. Bir dəqiqə. Var. Qalx Sem, qalx. Çıx bura Sem, çıx bura. Hara getdi bu şərəfsiz? Əla. Bir dənə də vurursan. Əla. Azaltdım canını. Bir dənə də vura bilsək. Baş düşdü. Demək olar. Oy, tutmadı. Öldürdü deyəsən. Yox. Öldü də, ölmədi. Ağzına sok. O bombalarımız bu arada işe yarıyor. Bu nedir? Oyda, elim ayağım əsti. Bunlar öləndə kristal dolur yer. Nə zor. Buna baxın beylər. Gör, nə qədər kristal yığdım. Kristallar hamısını yığ. Bizə lazım olacaq. Məncə keçdik bura. Hələ başqa kristal var, burada da. Orada bizim şeylər düşüb, kargolar düşüb hamısı. Kargonu götürdün sen buradan. İşte burada da kargomuz düşüp. Deyəsən bizim kargo döyürdü, bunu da götürdük boş boşuna. Çox çətin idi, həddindən artıq. Çünki hərəkət eləməkdə çox çətindir sözün açığı, belə bir ərazidə. Metal düşüb, metal istəmirəm, rədd olsun metal. Deyə orada da var onsuz, nə qədər zirzibilim düşüb qalıb orada. Bütün zibil gününə düşdük. Oy, bizi nə qədər məsafə gətirib bu. Uşaqla. Burada da kristal var. Nice. Bütün yer balıq doldu, hə? Bu dəniz kənarındakı bütün balıqları yığır içinə, nədir? Oy, nə qədər... Oy, yavaş. Deyim, mən bu qədər yüküm yox idi axı. Yoxsa bu motosikletdən dağılıb bunlar. Mən də deyirəm bax, bizim bu boyda. Bu indir işləmir deyəsən. Deyirəm axı bu boyda mənim şeyim yox idi. Bunları motosikletə qoyaq. Əcəb yükləmişdim.
Onda masketi yükle. Gözdə görək başqa nə böyüklük var. Kan torbasıdır. Üstümüzdə qalsın bunlar. Kan yardım ilaç paketi. Bunu da masketi yükle. Tırmanma da masketi yükle. Yok, bunu artıq qoymaq olmur. Həb yox. En azından yükümüzü azaltdıq. 59 kilo düşürmüş. Yavaş sen boyda əziyyət. Orada bir tane şey var. Nədir o? Kan torbası. İstifadə eləmişəm onu. Burada PK var. PK'nı götür. PK'nı götürək. Zariyat qatıraqlı düzəltmək. Ay sim. Bir əmələ gəl görün. Getdik daha getdik. Sağ buradan aradan. Metalların da başını bırak lazım değil işte. Orada sumkamız doludur. Yaxşı ki elə çox yük gətirməmişdim. Yoxsa mən neyniyəcəydim? İnşallah ümid eyləm. Təzdən olmaz. Biz buradan keçsək pis yox. Az qalmışıq demək olar çatırıq. Buradan da gedə bilərik əslində. Mən baxım. Buradan da gedə bilərik. Elə biz birinci buranı nişanlamışdıq. Baxın bir dənə yola. Oradan buradan. Məncə oradan. Xəritədə baxın bir dənə dəqiq. Bu arana keçsək, otluğa çıxır. Buradan da ilişik. Məncə oyunun önərdiyi yerdən gedək. Nə olar. Yəqin ki, bütün oyuncular buradan keçir. Ona görə çox da şey eləmirəm. Çox da zorlamaq istəmirəm. Çünki o KB ilə dalaşmalıydım. Yəni mən gördüm oranı. Başqa bir yolum yox idi. Məcbur idim dalaşmağa. Çünki oyun ora gətirirdi. BB sağ olsun, BB'nin sayəsində onların yerində bildik. Daha görə liman şəhəri görsənirmi buralardan. Gəldik. Axır ki, o möhtəşəm şəhərə gəldik. O boyda uzaq məsafəni yorula da olsa, qan tər içində də olsa, keybələrlə dalaşa da olsa, axır bu yolu bir əzabla, əziyyətlə gəlib çıxa bildik. Bundan sonra yolumuz liman şəhərinədir. Mən səssizliyimə bürünürəm. Musiqi ilə baş-başa qoyuram hamını. Həmçinin özümü də. Gedək. Gəldik, çatdıq bu möhtəşəm yerə. Görün hardan gəldik, hansı dağları aşdıq. Masketimiz bu arada pas atıb ki. Nə çətinliklə gəldik. Uşağın da artıq vəziyyəti gərginləşir.
bizə lazımdır. Kargolarımızı alaq motosikletdən və onları təhvil verək. Yumurtalardır, ilaç paketləridir, metal lazım deyil çox güman ki. %9 kilo xeyirli olsun. Onları təhvil verək, təslimat eləyək, tələb olunan karqonu verək, göndərdik, getdi. Liman düyüm şəhərinə gəldik, çatdıq. Bir əzab-əziyyətlə də olsa, bir zülüm də olsa, axır biz bu missiyanı bacardıq. KV ilə dalaşa bildik. Çox çətin də olsa. Nə deyir? Kargonun durumu mükəmməldir deyir, yalan yox. Çox çətin deyir işdir. Bəli, bunu biz bazardıq. Norman Reedus, Darley Dixon. Əla vəziyyətdə gətirmişik kargonu. Nəsə mahnı da əlavə olundu bizə təzədən. Playlistimizə. So you here to usher us into a new chiral age or something? Yeah. That cool? Hell yeah, go for it. Been waiting forever to do Hə, it. deyir, ücə bizi də network'a bağla. Bu boyda yol olsa network'a bağlamaq üçün gəlmişəm və sizə dərman gətirmişəm, silah gətirmişəm, keyvələrlə dalaşmaq üçün. Əlimdən gələni eləmişəm mən burada. Qədrimi bil, nə qədrimi? Artıq liman şəhərində qoşduq. Artıq networkdadır liman şəhəri də. Və buranı da açmış olduq. Biz bu işi bacarırıq, biz bu iş üçün doğulmuşuq. Sam Porter. Artıq hər şey görsənir. Hərdə nə var? Wait, Dayan. Nə oldu? where'd you get that? Hardan tapdın deyir onu, bu uşağı. Same as mine. Məndəki ilə deyir, eynidir. Yeah, I can't really say. But the little guy, he came with the pod, if you gotta know. And who'd you get the pod from? Igor, from Corpse Disposal. Igor'dan. Hədə o keçən birinci bölümdə yadınızdadırsa əgər öləndə Abdulladır. Bunun qardaşıdır. Hə, oxşayır sifətdən də. Mən də deyirəm kimdir bu? Oxşayır mənə. Why? Bu onun qardaşıdır. O uşaq da onda idi axı yadınızdadırsa birinci bölümdə özünü öldürdü. Uşağı bizi atdı ki, aparın. Things went to shit. There's BTs everywhere. And one of them grabbed him. Məkanı cənnət olsun So he Igor. told me to take it. Qasa bilmədi. Onu alıb deyir, qaçmağımı söylədi. Daha xəbəri yox imiş qardaşının öldüyündən. You lived through a catastrophe like that only to keep on doing the same work? Neyniyək? Başqa işimiz var güya. Okay. Been a long time coming, I suppose. You take good care of that little guy. Sağ ol, narahat olma. Baxacam, o artıq mənim evladımdır. With you. All right. Better if you take this with you too, I reckon. Aha, yenə nəsə verdilər Think bizə. of anyone who could use it more. Nə verdilər? Hə, hematik bomba. Ya, bu olar. Bu olar. Kan torbası, hematik bomba. Düzdür, yükümüz çox olur, amma olsun. Bu olar. Bunları çıxardaram istifadə elədiklərimi. Burada geri dönüşümdə. Emily. You've done it. Port Knot City is back on the grid. Bəli, This bacardım. covenant, Sənin a part zibilivə of düşmüşəm. UCA, their data, a part of our shared wisdom. With enough time and enough chiral printers, they'll be able to build ships. And one day, the waters will be ours again. All because you led the way. Though what follows in your wake isn't always good. Any city that joins the UCA becomes a bigger target for the terrorists. But we have to accept the dangers and press on. No matter what. The rest of America is waiting, Sam.
waiting for you to take the first step and connect Bilirəm də them onsuz to da. Chiral Network. Mən nə zülüm çəkirəm be. I know you can reach them. Make us whole again. Yaxşı. Sən olsa zibilibə keçmişəm. Sən də sağ One ol. more C in the UCA, huh? So, Böyür ha. fixing across the lake and head west? Bəli. We got a boat? Deyir, Not for years. now. yıllardır olma. Terrorists took out everything. Qayığım var that deyir, existed deyir, yox. afloat. Only boat in town belongs to a private courier. Private courier? Don't tell me. Fragile Express? Fragile. That's the one. I already spoke with their rep. Fragile. Now Fragile'ın the boat qayığı var burada deyir. supplies you brought us. I'll bet the folks in Lake Knot will be tickled pink to see someone come into port. Been a while, I expect. Head on down to the harbor when you're ready. It's right outside the distro center. Hə, limana getməliyik, qayığa minməliyik və başqa yerə getməliyik. Don't worry, Fort Knot never gets the rain. Feel free to rest up in your room before you head out. Sağ ol. Your work is greatly appreciated. Otağımıza gedək. Bir dinlənək. Dur, dur, Cim, mal. Bu nədir? Leş iyisi gəlir səndən. Dur, bir dənə qəşəng içim. Ha, qan səviyyəmiz adımız uşağın da yerinə gəldi. Dur, çox yatdım. Masketim də təmir edildi bu arada. Dur, bir qəşəng içim. Nə Good gündəsən? morning, Sam. Blood collection complete. Thank you for your generosity. Dur. Dur, bir qəşəng duş al. İt iyisi gəlir səndən. Pis gündəsən. Bütün hər yanda əlisi var. EX grenade number 0. Əla. Gedək limana. Uşaq düzəlib. Biz də masaya göz at eləyib. Oradan bir dənə şey içmək istəyirəm. Nəysə bayıra çıxdım yenə. Daha geriyə qayıtmaq istəmirəm. Axı yoxdur. Eyb yox. Çıxa gedək lotkaya minək. Gedəcəyimiz yerə gedək. Aha. Yenə şunuru taxan kimi başladı görməyə. Mankind can go anywhere, even outer space. Bu BB'nin atasıdır. In no time. And the second all this is over, I'm going to take you wherever you want to go. Bir dənə bu BB'nin tam olaraq hekayəsini anlaya bilsəm. Bomba olar amma. Hələ tutanmamışam tema. Ascending. 66 kilo. Masketimizdə boş yer var da. Hə. Şurada. Üstümüzdəki məsəl üçün artıq şeyləri, məsələn, tırmanma şey deyil, lazım deyil. Maskete bunu da yüklə, maskete hətta metaldır, bunu da yüklə, maskete lazım deyil. Bomba qalsın. Organik gübrət nədir? Aa, kayıp kargomuz var. Biz də onu veriyor ha. Bu yükümüzü də azaldaq belimizdə. Geri dönüş şeylərində tullayaq. Burada lazımsızlar var idi deyəsən. Hə, bu. Biri bu. Bir də bu. Ki, hansı ki istifadə eləmişik bula. Neysə, buranı keçək. Sağ ol sən də mama. Hər dəfə geri dönüş verəndə mamamızı göstərir bizə. Geri dönüşü verdik. Təslimat kayıp kargonu da verək. Yox. Emanet elə. Okay. Neysə, buranı da keçdik. Əla.
İndi gedək üstümüzdəkiləri biraz da azaldaq. Masketi yükləyək. Elimizdə də bu metal. Elimizdə. Yox. Bir dəqiqə. Mən masketi yükləmək istəyirəm. Çünki masketdə çox boş yer qaldı məncə. Aha. Tırmanma tuzağı burada. Qandormalar qalsın. Təmir spreyi qalsın. Metallar buradadır. Masketi ataq. PKY. Bu maskesin zərərtdadır. Ədvan qalsın. Metalın birində masketi yükləyək. Matik bombalar qalsın. 100%. Kıyafetdə olanlar nə var? Konteyner təmir spreyi. Hətta bunda masketi yükləyək. Çünki istəmirəm. Tırmanma kazığa da bunda masketi yüklə. Sonra nə qaldı? Botu da masketi yüklə. Masketdədir, masketdədir, masketdədir. Kantorbalar qalsın. Təmir spreyi. Bunda masketi yüklə. Yox, bir şey. Bu qədər masketi yüklə bildik. Əla. Olsun. Əla. Getdik. Bir dəqiqə görək bizim missiyamız nədir? Hara gedirik? Hə, bura getməliyik. Beginning scan. Have a pleasant journey. Ne oldu? Bir dəqiqə. Ne oldu o? İmkan vermədi ki gedim. Başa düşmədim. Keyvələr var. Yeri göster. Allah, oy bile. O nədir o? Bu sinematikdir. Mən keçəmirəm bura. Yoxsa başa düşmədim. Bu yuxumu görür. Yoxsa realdır mı? Yox, realdır məncə. Yuxu necə görsün? Ne yatmışdı onsuz da durdu. Ne oldu? O kimdi? O düşmənlər, əmilini saxlayanlar da bu. Yuh. Adım X. Bu neynir o? Onu buna sürükleyen sensen deyir. Kim? Frezel değil. Frezel. Oh my god. Oh, qorxdum ala. Necə teleport atır o? Bridget Strand is dead. America's last president dead and burned. Oh, and now the girl's been chosen to take mommy's Hər zibil edə bilir. Well, that won't wash. She's not cut out for politics, is she? Oh, but don't worry. Hayda, bu çox güclüdür bu. Teleport atmağına bax. Pirsa deyəsən ona deymirlər o kevələr. I've come to understand the truth of the Death Stranding. Oh, there's so much you people don't know. Bilmədiyin deyir o qədər şey var ki. She's not like you or me. Ötələşim. Bunun ötələşimi daha güclüdür. O bizi dünya ilə gedib gəlmək. Bu bizdən də güclüdür. Necə? Əlləri? It's so hard to form connections when you can't shake hands. Fortunately, I've got a good connection. Deyirəm də o birisi tərəflə bağlantısı çox güclüdür bunun. Now you're no bridge. To me, I'm bound to all of it. Mən həmsinlə bağlıyam deyir. That world, and our sweet little angel of death. Neynir ala bu? Oy bilə neynir ala bu? Böyle bu nedir? Oy böyle bu nedir ha?
Allah, nə boydadır o? You're a menu. All it'll take is one itty bitty void out to blow us all to kingdom come. So how about it? Ula, biz onunla dava eləyəcəyik. Məzələnir bu. This what you've been waiting for this whole time? Oh, adam karizmadır. Belə tulladı üstümüzə çıxdı getdi. Poxa keçmişik. Bir dəqiqə mən oyuna nətər dava eləyəcəm? Heads up, Sam. Bu nə, According bu to nə? our damage assessments, it would only take a single void out to total Port Knot Sağ ol. City. İndi A deyirlər single adama BT bunu. allowed to make contact with a civilian would be enough. We can't let that happen. İndi deyirlər adama You've bunu. got to deal with that BT right now. Bir dəqiqə. Hematik bomba götür. Aa, bu heç canı getmir ki. Allah, hematik bombanı götür. Çıx, Sem, çıx. Daha sürətli hərəkət elə, Sem. Gəl yaxına gəl biraz. Gəl də şərəfsiz. Allah, hara getdi bomba? Aa, bombam yoxdur. Sem, atdan Sem, tüpür davana qaç Sem. Hematik bomba. Bir dəqiqə, bombam yoxdur axı. Hə, var. Hara getdi ola bu? Sem, qaç Sem, tüpür damana Sem. Vəziyyət gərginli Sem. Burada da hematik bomba var. Götür bunu da. Oy, bilə bu hardadır yala. Yaxın gəl də, şərəfsiz. Gəl bir 2-3 dənə döşəyim sənə, sonra qaçım. Gəl bura. Nişan al da. Nişan niyə almır bu? Hay Allah, bir dənə də. Hay Allah, bir dənə də. Bir dənə də. Oy, Sem, çıx yuxarı Sem, Buradan bura. Bura. Oy, belə bu neynə dala, ortalığın içinə çıx yuxarı da, şərəfsiz, sənin lənətə gələsən. Çıx yuxarı da. Bir dəqiqə. Dermatik bombamı götürək. Gəl. Bir dənə də. Ay Allah, bir dənə də. Oy, bu lənəyinə dala bu. Allah, öldüm. Ölmədim. Bir dənə də 30 lira bilsəm öləcək. Allah, sıçdıq ya ağzına. Of, sinematika bak. Oy, bu lət. Neynədim ala mən? Bu oğlan oynayır da bu oyunu. Ne oldu Hicks bullet? Öldür görey deyirdin, öldür beleyle deyirdin. Ne oldu? Oy, uzmana qalxdıq, dərəcəmiz də qalxdı. Neyinə deyir biz? Be proud, my friend. Tüm kristallayı. Head to your boat. It's ready. Get those supplies to Lake Knot City. We're just getting started. Çox böyüdü ama. Elə gəlir ki, bu hematik bombalardan biz çox almalıyıq üstümüzə. Hətta orada da bir də hematik bomba var. Onu da götürək.
Hələ. Başqa nə var buralarda? Orada da var hematik bomba, qan torbası da var. Onları da götürək. Çünki onlar da lazım olur. Görürsünüz o bombalar nə qədər kömək elədi mənə. Məsələn, onlar olmasaydı heç nə. Bir də var idi. Hara getdi? Bize oranı gösterir bize. Bir saniye. Da başka o yavaş yavaş. Başka bu nədir? Mənim kargolarım diye orada düşüb qalıb. Onları gedim götürməyə əsas. Bir yaxdan mən hematik bombanı zırtı-pırtı yığıram. Rus kargolarım qalıb orada. Mən də deyirəm mənim belim niyə belə yüngülləşib? Daha demirəm ki kargolarım düşüb. Son 41 kilo. Hepsi. Qaydaq geriyə. Qaydaq geriyə masketimizin yanına. Həmçində uşaq da dinlənsin. O yavaş yavaş. Oh, whoa. That was close. Deməli o şeylər bunlardan çox güclüdür. Məndən də daha doğrusu çox güclüdür. Bu maskalı olanlar, Higgs olan. Bir dəqiqə bizim şey hara idi liman? Ha, ora. Ora gedək. Çünki uşaq falan da dinlənsin. Bu zaman skeletim hara yoxa çıxdı? Mən onu tapa bilmirəm. How you doing, Sam? Mən mosketlə çıxdım içəridən, mosket yoxa çıxdı. Burada maşın da var. Görən maşın açılıb bunu sürməyə. Məncə yox, açılsa yəqin ki. Bilərdik. Bizim mosket burada. Hala mən 2 saat səni axtarım. Neyse. Bir dəqiqə. Bu bölümü burada yekunlaşdırıram. 8-ci bölümdə görüşənədək Sem getsin, istirahət eləsin, yatsın. Çünki çox uzun bölüm oldu, həqiqətən çox yorucu bölüm oldu. Sem dinlənsin. Növbəti bölümdə görüşənədək özünüzə yaxşı baxın. Hələlik.